Mən Nurəmir Əliyev 1966-cı ildə Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olmuşam. Həqiqi hərbi xidmətimi Sovet ordusu sıralarında keçmişəm. 1993-cü ildə könüllü olaraq Milli Ordu sıralarına qoşuldum. Hərbi hissədə bölmə komandiri idim, torpaqlarımızı qorumaq üçün döyüşlərdə iştirak etdim. Tank heyətimiz Füzuli istiqamətində gedən döyüşlərdə Horadizin azad olunmasında fərqlənmişdir. 93-cü ilin iyun ayında ermənilər Karazlı kənd istiqamətində hücuma keçdilər. Komandiri olduğum tank heyəti düşmən hücumunu dayandırmaq üçün döyüşə başladı və düşmən tanklarını məhv etdik. Ermənilər Şükürbəyli kəndi istiqamətində tank əleyhinə qurğular yerləşdirmişdilər. 94-cü ilin yanvar ayında heyətimiz bu qurğuları məhv etmək tapşırığını aldı. Biz isə 2 tank əleyhinə raket və rabitə qurğusunu ələ keçirərək hərbi hissəyə təhvil verdik. Növbəti döyüşümüz Füzuli rayonunun aşağı Əbdürrəhmanlı kəndində oldu. Kənd uğrunda ağır döyüşlər gedirdi. Düşmən tərəfindən atılan mərmilərdən biri də bizim tankı sıradan çıxardı. Vətənimizi düşmənlərdən qoruyaraq şəhid oldum. Ruhum indi çox rahatdır, övladlarımız torpaqlarımızı azad etdilər, bizim də intiqamımızı aldılar.